Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri vahlul uqdeten min lisani yefqahu qavli. Allahın salam və salavatı olsun əziz Peyğəmbərimizə və onun pak mütəhhər ailəsinə. Əziz izləyicilər, xoş gördük sizləri bu müqəddəs, əzəmətli Eydül-Əkbər Xum bayramının axşamında. Allah Taala ibadət və itaətlərinizi qəbul eləsin inşallah. Əziz izləyicilər, Qədirxum bayramı İslam dininin ən önəmli bayramlarından biridir ki, onun bir neçə əməlləri vardır. İstərdim xidmətinizə o əməllərdən bir neçəsini qeyd edəm. Əziz izləyicilər, birincisi qusuldur ki, hədislərdə qeyd olunub ki, Qədirxum gününün sabahı sübh çağı qusl almağın misilsiz savabı vardır. Oruç tutmağın çox savabı var ki, İmam Sadiq əleyhissalam bu haqda buyurmuşdu. Siyami yevmu Qədirxum ya'dilu siyame umrud dünya. İmam buyurur ki, Qədirxum gününün orucu bütün dünya ömrünün orucu ilə bərabərdir. Əgər bir şəxs bütün dünya ömrünü yaşasa və bütün günlərini oruç tutsa, onun savabı Qədirxum gününün savabına çata bilməz. Qədirxum gününün eyni zamanda orucu hədislərdə qeyd olunub ki, Allah Taala qatında 100 həcc və 100 ümrənin savabı qədərdir. Həmin günün orucunun savabı. Əziz izləyicilər, eyni zamanda həmin günün namazı var. Ki qeyd edirəm, İmam Sadiq əleyhissalam buyurub, Qədirxum günündə 2 rükət namaz qıl. Və həmin rükət, hər rükətdə bir Fatihə və 10 dəfə İxlas, 10 dəfə Ayətəl Kürsi, 10 dəfə Qədir surəsini oxu. Bu namazın savabı 100.000 həcc, 100.000 ümrə savabı bərabərindədir. Hədislərdə qeyd olunub ki, salavat demək bu günlərdə çox savabı vardır. Eyni zamanda Əhl-i Beyt, Peyğəmbər və onun Əhl-i Beytinin düşmənlərinə nifrət bəsləməyin çox savabı vardır. İzləyicilər, bu günün yəni vilayət nemətinə şükür etməyin bir dənə özünə məxsus zikri vardır ki, qeyd edirəm onu. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi cealena minel mutemessikine bi vilayeti Ali ibn Abi Talib. Həmd olsun o Allaha ki, bizləri Həzrəti Ali ibn Abi Talibin vilayətində qərar verib. Əziz izləyicilər, bu zikri çox deməyin çox savabı vardır həmin bu gündə. Eyni zamanda yeni libas geyinməyin çox savabı var. İmam Rəza əleyhissalam hədisdə buyurur ki, həmin günü evlərinizi bəzəyin və yeni libaslar geyinin. Sonra möminlərə təam verməyin çox savabı var. İmam Rəza əleyhissalam yenə qeyd edir ki, وَمَنْ أَتْعَمَ مُؤْمِنًا كَانَ كَمَنْ أَتْعَمَ جَمِيعَ الْأَنْبِيَاءِ وَالصِّدِّقِينَ. Qədirxum günü bir möminə təam vermək sanki bütün peyğəmbərlər və siddiqlərə təam vermək savabındadır. Əziz izləyicilər, Allah Taala'dan istəyək ki, bu gündən qafil olmayaq inşallah. Eyni zamanda bu günün əməllərindən biri də Əminullah ziyarətnaməsidir ki, bildiyiniz kimi həmin ziyarətnamə məxsus Əli əleyhissalama aiddir. İmam Rəza əleyhissalam buyurur, Əmir-əl-Möminin çox maraqlı bir hədisdə həqiqətən, Əmir-əl-Möminin vilayətini qəbul etməkdə möminlərin misalı mələklərin Həzrəti Adəmə səcdə etməsi kimidir və Həzrətin vilayətini qəbul etməyənlərin misalı isə İblisin Adəmə səcdə etməməsi misalı kimidir. Çox maraqlıdır həqiqətən, düşündürücü bir hədisdir. Alim buyurur, əgər bir insanın nə qədər dəyərli olduğunu bilmək istəyirsinizsə, baxın o nəyə maraq göstərir və nəyi sevir. Əgər insanın sevdiyi şey maşındırsa, onun dəyəri də o qədərdir. Amma əgər onun sevgisi Allahdırsa, onun dəyəri də Allah qədərdir. Dəyərli izləyicilər, əziz Peyğəmbərimizin ömrünün son və ən mühüm əmanəti Əli əleyhissalamın vilayəti Qədir çölündə elan edildi. Bu İslamın tamamlanması, dinin kamilliyi və Allahın razılığının nişanəsi idi. Əziz izləyicilər, bu gün Qədirxum günü unudularsa nələr baş verər? Bu ilk öncə dinimizin ruhu unudular. Əgər Qədir təbliğ olunmasa, haqq yol zülmət içində qalar. Qədir təkcə bir bayram deyil, o kimliyimizin, inancımızın və müqavimətimizin köküdür. Qədirxum təbliğ etmək bizim vəzifəmizdir.
Bir daha bayramınız mübarək olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.